Qəlbimiz daşlaşır. Niyə Quran oxuyuruq, təsirlənmirik? Niyə namaza dururuq, sanki ağır yük daşıyırıq? Niyə moizəni eşidirik, lakin qəlb sarsılmır, sirkələnmir? Ən əzəmətli səbəb xəlvətdə etdiyin günahlardır. Allahla özün aranda olan o günahdır, hansı ki insanlar görmür onu. Lakin o daxildən qəlbi dağıdır. Ona görə diqqət et. Nə badə insanların önündə özünü salih görsədib, xəlvətdə qaldıqda Allahın haramlarını pozma. Diqqət et. Məxluqun önündə təqva libası geyinib, özünü yaxşı görsədib, xalqin önündə qəlbi fəsad etmə. Diqqət et, nə badə insanların baxışları sənin üçün Allahın baxışlarından daha əzəmətli olmasın. Diqqət et. Və bir də diqqət et, nə badə insanlara nəsihət edib, onları çəkindirib, sonra onlara müxalif olub, qadağan etdiyində onlara zidd olma. Deyir ki, sallallahu aleyhi və səlləm, Usame ibn Zeydin rəvayət etdiyi hədisdə, qiyamət günü bir kişi gətiriləcək və oda atılacaq, bağırsaqları çölə töküləcək, sonra onun bağırsaqlarının ətrafında uzun qulaq dəyirman daşının ətrafında fırlandığı kimi dövrə vuracaq, cəhənnəm əhli toplanacaq onun başına, deyəcəklər ki, ya fulən, ey filan kəs, mə asabək, nə olub sənə? Ələm təku tə'muruna bil ma'ruf və tənhənə lil munkar. Məgər sən bizə yaxşılığı əmr edib, pislikdən çəkindirmirdin? Deyəcək ki, bələ, bəli, qad kuntu əmartukum bil ma'ruf və ləti. Mən sizə yaxşılığı əmr edirdim, lakin özüm etmirdim. Və ənhəkum anil munkəri və əti.